Salam dostlar, yeni HTML dərslərinə xoş gəlmisiniz. Bugün sizlərlə siyahılar və cədvəllər mövzusunu öyrənəcəyik. Siyahılar HTML-də iki əsas mövzulardan biridir. Yəni, siyahılar dedikdə nə nəzərdə tutulur? Siyahılar dedikdə, indi mən sizə nümunə olaraq siyahı göstərəcəm. Baxın. Siyahılar dedikdə, navbar hissəsindəki linklər, yəni ana səhifədir, haqqımızdadır, xidmətlərdir, bloqdur. Bu tip linklər göstərilir. Hal-hazırda. Okey, baxın. Gördüyünüz kimi navbar bölməsidir və navbar bölməsi home'dur, features'dır, pricing'dir, disabled'dır. Bu bölmələri biz navbarın içərisinə siyahı elementləri ilə yığırıq. Üzr istəyirəm. Yəni, bunlar da uli və li elementləri ilə yığılır. Bunlara nümunə olaraq uli elementləri nədir? Uli siyahının başlanğıcını göstərir. Li isə hər bir maddəsini göstərir. Okey. İndi nümunə olaraq mən sizə bir kod yazım. Baxın, siz navbar yazdığınız zaman navbarda birinci ulini qeyd edəcəksiniz. Uli nə oldu? Siyahının başlanğıcı. Gəlin bunu yazaq. Siyahının başlanğıcı. Ctrl-KC edirik. Commit atırıq. Gördüyünüz kimi uli siyahının başlanğıcı oldu. Gələk bura bir dənə uli əlavə edək. Yenidən bunu buradan silək. Okey. Niyə olmur? Okey, tamam. Uli nə oldu? Siyahının başlanğıcı oldu. Okey, gəlin indi liyə baxaq. Li bizdə nədir? Li bizdə maddə rolunu oynayır. Hər bir maddə li elementinin içərisində qeyd olunur. Bundan Ctrl-KC edirik. Okey. Deməli, uli siyahının başlanğıcı, li maddəli elementin içərisində qeyd olunur. Daha sonra indi gördüyünüz kimi bura li elementini əlavə edirik. Li elementin içindən məsəl üçün yazılı HTML-i öyrənmək. Gördüyünüz kimi mən hal-hazırda Azərbaycan dilini yazıram. Ancaq bəzi hallarda istisna ola bilər ki, Azərbaycan dilini şriftiniz oxumur. Onun üçün türk dilinə və yaxud da ki, ingilis dilinə yazmanız tövsiyə olunur. Daha sonra yazırıq li CSS öyrənmək. Daha sonra da yazırıq ki, kanala abunə olub videoya like atın. Gördüyünüz kimi uli elementinin içərisində li elementlərini qeyd elədik. Siyahının içərisində maddələri qeyd etdik. İndi deyəcəksiniz ki, bu siyahıdan nə olur? Gəlin baxaq. Gördüyünüz kimi siyahını qeyd etdik və qarşısında nöqtələr çıxır. Deyəcəksiniz ki, nöqtələr niyə çıxır? Çünki bizim hal-hazırda CSS kodlarımız yoxdur və ondan əlavə də olaraq ki, hər hansı bir navbar normal bir kodun içərisində yazmışıq. Default olaraq nümunə kimi yazmışıq. Gəlin bunu Ctrl-KC edib commit ataq. Daha sonra ol və li var. Ol nömrələnmiş siyahılardır. Li bildiyimiz kimi maddələrdir. Deməli, ol yazırıq. İçərisinə yenidən li yazırıq. Kanala abunə ol. Li videoya like at. Ctrl-S edib yaddaşda saxlayırıq. Və refresh verdikdən sonra gördüyünüz kimi ol və li təqinin elementinin içərisində yazdığımız zaman yazının qarşısına rəqəm çıxır. Ancaq ul ilə yazdığımız zaman nöqtə çıxır. Bunu diqqətlə qulaq asın. Ol elementinin içərisində li elementlərini qeyd etdiyimiz zaman elementlərimizin qarşısına rəqəm qeyd olunur. Ancaq ul elementinin içərisinə li elementlərini qeyd etdiyimiz zaman rəqəmlərin yerinə nöqtə çıxır. Bunları qeyd edin və praktik edin. Daha sonra bizdə cədvəllər var. Cədvəllər nədir? Biz cədvəlləri
table başlıqları altında yazırıq. Daha sonra table başlığı altında yazılır və table başlığının aşağısında tr, td, th kimi elementlərdən istifadə edirik. Table nədir? Gördüyünüz kimi table nədir? Table bizdə cədvəllər başlığıdır. Daha sonra var bizdə tr'lər. Ne oldu burada? Başlığıdır. Var bizdə tr. Tr nədir dostlar? Tr table row deməkdir. Table row, yəni sətir mənasına gəlir. Okay. Daha sonra bizdə var td elementləri. Td elementləri nədir? Yəni table data. Table data. Bunun içərisində kod dili ilə, daha elmi dillə desək, sətir içərisində hüceyrə saxlayırıq. İçində hüceyrə, yəni hər hansı bir tarixidir, saatıdır, biz td elementinin içərisinə yazırıq. Bir də var th. Bu nədir? Bu başlıq hüceyrəsidir. Yəni başlıq hüceyrə. Okey. Bunları qeyd eləyərsiniz. Bunları not kimi götürün, saxlayın. İndi mən sizə buna nümunə olaraq bir kod göstərmək istəyirəm. Okey. Deməli başlayırıq cədvəl başlığı ilə. Deməli cədvəl başlığımız nə oldu? Table. Table elementini qeyd edirik. Daha sonra gəlirik bura. Tr elementini qeyd edirik. Tr elementinin içərisinə gəlirik th-ı, yəni adını. İndi mən bir də bunu yazmayacağım. Ctrl-V, Ctrl-V. Ad, yaş. Burada da qeyd edək şəhər. Şəhər. Okey. Gəlin indi nümunə olaraq sizə kodu göstəreyim. Kodu Ctrl-S etdikdən sonra qarşınızda belə bir situasiya yaranır. Nə olur? Sadə 2 sətirlik cədvəl alınır. Yəni gördüyünüz kimi, üzr istəyirəm, 2 sətirlik deyil, tək sətirlikdir. Yəni bir sətrin içərisində adı, yaşı, şəhəri. Buna əksərən nə edirsiniz? Ola bilər ki, siz forum yaradırsınız. Forum içərisində bu formatda yazı olmalıdır. Onun üçün siz nə edirsiniz? Table elementi yaradırsınız. Table elementin içində tr, yəni table row elementini qeyd edirsiniz və onun içərisinə th-larımızı th elementlərini qeyd edərək bu formatda məlumatlarınızı daxil edə bilərsiniz. Daha sonra gələk aşağıya. Gəlirik bura. Td elementi ilə, td elementi nədir? Table data, yəni sətir içərisində hüceyrə. Table datanın içərisinə yazırıq. Məsəl üçün adımız Ümid Qurbanov. Şəhər Bakı. Okey. Bakı oldu. Bakı qeyd etdik. Okey. İndi Ctrl-K-S etdikdən sonra gördüyünüz kimi adımız Ümid, yaşımız Qurbanov, şəhər Bakı. Və gördüyünüz kimi birinci tr elementinin aşağısına ikinci tr elementi gəldi. İndi bunun aşağısına da üçüncü tr elementini qeyd edirik. Gəlirik bura. Daha sonra bizcə sənə burada bir səhvlik var. Bu tr elementidir. Tr elementini Ctrl-K-S edirik və gördüğünüz gibi kodda səhvlik var idi. Okey. Yenidən tr elementi. Tr elementinin içərisinə bir daha gəlirik. Td. Yazaq ki, məsəl üçün bu səfər kimi. Deyək ki, Məhəmməd Td. Deyək ki, Qurbanov. Yaş şəhərdə olsun. Yenidən Bakı. İndi burada nə yaranacaq? Burada gördüyünüz kimi 2 sətir və hər sətirdə ad,
yaş və şəhər qeyd olunur. Və diqqət etdiysəniz hər biri simmetrik olaraq alt-alta qeyd olunur. Deməli, nəticədə 2 sətirlik cədvəl yaranır. Gördüyünüz kimi table, tr, td, th elementlərimiz bu qədərdir. Daha sonra bizdə var call span və row span. Call span və row span nədir? Call span hüceyrənin bir neçə sütununun birləşdirilməsini təmin edən elementdir və row span də hüceyrənin bir neçə sətrinin birləşdirilməsini. Yadda qaldı. Deməli, call span sütunu birləşdirir. Ancaq row span bizdə sətri birləşdirir. Deyir. Call span və row span elementlərimiz bu qədərdir. Gəlin indi mən bayaqları yazdığım kodun üzərində bunun nümunəsini sizlərə göstərim. Bunu kompüterdən çıxarıq. Yenə eyni cür Ctrl-KC edirik. Və gəlirik. Table'a qeyd edirik ki, yəni border, sərhəd birinci border olsun. Sonra buradan deyək ki, birini silək. Gəlirik bura. TH elementinin qarşısına backspace etdiyimiz zaman call span yazırıq. Və yazırıq call span 2. Daha sonra buradan gördüyünüz kimi deyək ki, buradan da ikisini saxlayaq. Buradan da bir elementi saxlayaq. Gələk TD elementinin qarşısına qeyd edək row span'ı. Və row span'ə də 2 elementini qeyd edirik. Və gəlirik səhifəni yeniləyirik. Səhifəni yenilədiyimiz zaman gördüyünüz kimi belə bir cədvəl yaranır. Bu cədvəl sayəsində biz nə etmiş olduq? Cədvəl yaratmış olduq və TD, TH siyahı elementlərindən istifadə olaraq biz siyahı növü yaratdıq. Ola bilər ki, müəssisədə sizdə soruşula bilər ki, işçilərin siyahılarını yaratdır. Və siz də bu üsulla siyahını yaratmış olursunuz. Okey. Burada ümid edirəm ki, qaranlıq qalan bir şey olmadı. Qısaca kodların üstündən keçmək lazımdır. Gələk. UL oldu bizim siyahımızın başlanğıcı. Li oldu hər bir maddənin, yəni hər bir maddə li elementinin içərisində qeyd olunur. Daha sonra OL oldu bizdən nə? OL'nin içərisində kod yazdığımız zaman qeyd olunan elementin qarşısında rəqəm qeyd olunur. UL'nin qarşısında isə nöqtə qeyd olunur. Daha sonra bizdə table elementimiz cədvəllərdə başlıq elementi rol oynayır. TR elementi, yəni table row sətirləri göstərir. TD sətir içərisindəki hüceyrələri, yəni deyəcəyiz ki, sətir içərisində hüceyrələr nədir? Sətir içərisindəki hüceyrələr bunlardır. Yəni ad, soyad bunları. Daha sonra bizdə nə oldu? Call span. Call spanlər bizdə gördüyümüz bu sütunları birləşdirməkdən ötürü istifadə olunur call spanlər. Ancaq sətirləri birləşdirməkdən ötürü istifadə olunan row spandir. Bugünkü HTML dərsimiz bu qədər. Bugün sizlərlə cədvəllər və siyahılar mövzusunu öyrəndik və gələcək dərsimizdə görüşmək ümidi ilə. Kanala abunə olub, videoya like atmağı unutmayın. Videoya atdığınız hər bir like mənim üçün böyük bir dəstəkdir və təkliflərinizi, gələcəkdə hansı dərsləri görmək istəyirsinizsə, bunları şərhlər bölməsində mütləq qeyd etməyinizi unutmayın. Gələn dərsdə görüşənədək.